Qulya yemişən hansı sudan istifadə edirsiniz? Mən suyu belədir. Biz filtr suyundan istifadə edirik. Təbii ki, filtr suyu da ölü sudur. Ona görə elə məsləhət edirəm fürsətdən istifadə edib filtr suyu içən insanlar, xanımlar xörək bişirəndə mütləq ona o xörək duzu əlavə eləsinlər. Çünki o suyun tərkibi ölü vəziyyət. O xeyli insanların bir sümüyünün köyrə və olması, belinin tez əyilməsi, skalyoz, oynaq xəstəliklərinin kökündə bu susuzluq da durur. O biri zəhərli sudur, onu başa düşürük. Bunu da biz duzsuz eləyirik, tam öldürürük. Ay burada biz aparat salanda nə göstərir? 6, 10, 12, güya ki böyük bir qəhrəmandır. O su, həyatdır. Niyə bulaq suyundan doymur adam? Və ona məsləhət görürəm, mütləq duz qatın. Xörək duzu, yodlu xörək duzu qatın ki, orqanizm o dediyimiz duzu suyu normal su qəbul eləyə bilsin. Yəni birinci havadır, ikinci sudur, üçüncü qidalardır. Qidanın da bir gün həyat elə gəlir ki, nə qədər az yeysən xoşbəxtliyin. Nə qədər az yeysən xoşbəxtliyin. Deyir, o qədər çox yemə ağırlıq etsin, o qədər az qalmaq can əldən getsin.